Yox, əybi yox, heç bir problemi yoxdur. Deməli, sən inanırsan, sən gəldim sənə təsə, bəlkə də bax, indi sən də, mən də bu bayram qabaqları bu yardım işlərini görürük də. Bəli. Bugünkü kimi səbəbə düşəni mən elə görməmişdim. İnanırsan, Nazimə deyirəm yolda gedəndə ki, bazarlıq eləyək, gedək onun qapısına, yoxsa pul aparaq. Nazim deyir ki, gedək pul verək, elə özü bir şey eləyək, pul da verdik, amma sən də Allah getirdi bir dənə, səbəbə düşdük. Pək adamdır. Allah qəbul etsin, halal xoş olsun. Canımsan, mən sənə indi nömrəmi atacağım, onu qeyd elə. Mən sənin nömrəni mən də qeyd edəcəm, yaxşı qurban. Yəni demək istədim sənə ki, tam səbəbə düşdük, bugün rahat yata bilərik. Polna. Allah sizi böyüklükdən əksik eləməsin. Mən sizin xətrinizi çox istəyirəm. Canım, mən də çox istəyirəm. Nazimlə o qədər ləzzət elədi, Bax, görürsən Allah necə yetirir bu adam. Demək, bunu Allah istəyir də. Bəli. Nazim mənim qonşumdur, qonşuyuq biz. Deyirəm, səni görən kim dedim, bu ay Nazım, bu elə yaxşı deyir, həm də bu gör kimin qohumudur. Yəni bu vaxt gördük ki, Allah saxlasın. Allah nəsib rəhmət eləsin. Allah çox istəyirəm. eləsin. Bu mənim müəllimim olub. Yəni mənə də başıma əl çəkən adamlardan biridir. Yəni bilirəm ki, mənə güvənirdi. Elədir. Mənə deyirdi ki, sən gələcəyin yaxşı ruhanisi olacaqsın. Çünki mən ona debat eləmişdim, söhbət etmişdim. Bəli, hər şey göz qabağındadır. Elədir. Oldu, gülə-gülə. Tamam, sən mənim. Mənim nömrəmi sən yazacağım, qeyd edərsən, yaxşı. Başda, oldu. Sağ ol, boş ver, sağ ol. Bu kimin? Bu təsadüfidir ki, axundumuzdur bizim.